Salam əziz tələbələrim, hər vaxtınız xeyirli olsun. Əziz tələbələr, magistr olmaq istəyənlər. Mən Magistr Ol Tədris Mərkəzində çalışan Rus dili müəllimisi Şəhla Səfərova yenə də sizin üçün sualların izahına gəldim. Bugün seçəcəyim bir mövzu fərqlidir və sizə çətin olan tələbələrə daha çox çətin olan paronimlər mövzusunu seçdim. Və paronimlərdən bəzilərini qəbula düşə biləcək və sizə kömək olacaq paronimləri sizə izah etmək istəyirəm. Beləcə başlayıram. Birinci, укажите ошибку в выборе выделенного слова. Mən eyni başlıq altında vermişəm. Yəni bir səhvi tapacağıqsa, orada 4 düzü də, yəni 4 düzün üzərində biz paronimi öyrənmiş olacağıq. Gəlin səhvə baxacaq. Əvvəlcə sözlərə baxırıq. Baxın, paronimlər demək, mötərizənin içərisində olan o kursivi sözlər ki var, onlar paronim sözlərdir. Əvvəlcə biz o sözlərin mənasını bilməliyik. Elə paronimlər vardır ki, ancaq insana və insan xüsusiyyətlərinə aid olur. Elə paronimlər də var ki, cansızların qarşısında işlənir, cansız isimlərin qarşısında işlənir. Mötərizənin qarşısında işlənən söz, mötərizənin içərisində o qara hərflə uyğun gəlmirsə, demək həmin variant səhv variant olacaq. Barski ağaya aid ola bilir. Barstvenni ağayana sözüdür. Dom barski ola bilər. Gəlin, baxaq B variantından. Yəni, ağanın evi ola bilir. Ağayana bir ev yox, ağanın evi ola bilir. Demək, bu variant doğru variantdır. Biz bunu götürə bilmirik. Obraz жизни, həyat tərsi. Ağayana bir həyat tərsi ola bilir. Demək, C variantı da doğrudur. Ukaz sərəncam deməkdir. Ağanın sərəncamı. Demək, D variantı da doğrudur. Vid görünüş deməkdir. Ağayana bir görünüş ola bilir. O da Y variantıdır. Demək, bütün variantlarımız doğru oldu. Ancaq səhv variant A variantında oldu. Niyə? Jest, bax, insan və insan xüsusiyyətlərinə aiddir. Burada ağayana bir jest ola bilər. Aydın oldu sizə. Yəni, bu jest sözü barstvenli sözə aid olmalıdır. Əslində, ağayana bir jest olmalıdır. Bu söz bununla uyğun gəlməlidir. Ona görə bunun qarşısında bu səhv olduğuna görə doğru variantımız A variantıdır. İkinci, второй. Yenə də укажите ошибку. Yenə də səhvi seçməliyik. Baxın, yenə də kursivi sözləri sizin üçün izah etmək istəyirəm. Yəni, paronimləri sizin üçün izah etmək istəyirəm. Bezatvetni sözü cavabsız deməkdir. Bezatvetstvenni məsuliyyətsiz deməkdir. Bax, baxış, əgər insan baxışırsa, digər bir tərəfdən baxış, yəni necədir, qarşılıq almırsa, cavab baxışsız qala bilir. Yəni, daha doğrusu, baxış cavabsız qala bilir. Ona görə bu doğru variantdır. Yəni, bu bundan uyğun gəlir. Demək, bizə səhv variant lazımdır, bu lazım deyil. Bax, решение, qərar, məsuliyyətsiz bir qərar ola bilir. Yəni, biz qərarı məsuliyyətsiz hesab edə bilirik. Yəni, bu heç bir özündə məsuliyyət daşımayan bir qərar ola bilir. Bu C variantı da doğrudur. İstoçnik mənbə də həmçinin bezatvetni ola bilir. Jest bezatvetnidir. Yəni, jestdə qarşılıq olmursa, demək o bezatvetni olur. Əgər jest bezatvetni olursa, onda çuvstva necə məsuliyyətsiz, his necə məsuliyyətsiz ola bilər? His də cavabsız ola bilərək qalır. Məsələn, mən sizə kədər hissi aşılayıramsa, qarşı tərəfdən onun cavabını almıramsa, demək mənim hissim cavabsız qalır və yaxud sevinç hissi keçirirəmsə və qarşı tərəfdən onun cavabını almıramsa, demək olacaq bezatvetni. Bu bununla uyğun gəlməlidir. Bizim səhv variantımız və bura üçün doğru variantımız B variantıdır. Tretyi, укажите ошибку в выборе выделенного слова. Yenə də səhvi. Məhz bir başlıq altında ona görə verdim ki, siz burada doğru olaraq hər bir demək, testdə doğru olaraq 4 paronimi də öyrənirsiniz. Qadavalı illikdir, qadavoy da illikdir. Bir var qadavalı insana aid ola bilir, canlıya aid ola bilir. Yəni, bir yaşı tamam olmuş. Bir də var qadavoy plan ola bilir. Rебенок qadavalı, bir illik uşaq, конечно. Bu doğru cavabdır. Bizə isə səhv variant lazımdır. Bizə lazım olmayan. Srok qadavoy, yəni bir illik müddət qoyulur. O da doğrudur. Vot. Daxod gəlir deməkdir. Düzdür, qadavoy illik gəlir ola bilir. Yəni, bu da bizə lazım olmayan, doğru olduğuna görə üstündən müəllimə vurur. Yəni, əslində onlar doğru variantdır deyə mən onların üstündən vururam.
Aha, вот, vino годовое olabilir. Şərab da bir illik şərab. Burada bizim variantımız olacaq jrебionok. Çünki canlıdır, atın balasına deyilir. Годовой yox, годовалый olmalıdır. Bu sözlə uyğun gəlməlidir. Demək, doğru variantımız oldu C variantı. Çetvirti, 4-də baxırıq. Biz paronimləri doğru başa düşmək üçün sözün mənasını doğru bilməliyik. Bir də mən həmişə tələbələrimə deyirəm. Sonu baxın, içni, yəni çınlı ilə bitən, livy ilə bitən, çelni ilə bitən paronimlər insan və insan xüsusiyyətlərini bildirən paronimlərdir. Tak, bunu da yadda saxlayın kömək məqsədi ilə. İskusnıy sözü var, bir də iskustvenniy sözü var. İskusnıy bacarıqlı deməkdir. İskustvenniy süni deməkdir. Master usta bacarıqlı ola bilər, süni usta ola bilmər. Bu iskusnıy sözü canlıya aiddir. Ona görə A variantı doğru variantı, yəni üstündən keçirik. Zub iskustvenniy ola bilər. Dişlər süni dişlər ola bilər. Demək B variantı da doğru variantı. Piyanist iskusnıy ola bilər. Yəni pianoçu bacarıqlı bir pianoçu ola bilər, istedadlı. Bunun da üstündən vururuq. Bax, şolk ipəkdir. Süni ipəklər var, bir də var təbii ipəklər. Ona görə D variantı da. Demək, bizim doğru variantımız olur Y variantı. Ruki iskustvenniy ola bilməz. Umeli sözüdür bu. Bacarıqlı əllər. Başa düşdünüz? İskusnıy sözü umeli sözü ilə sinonim sözdür. Demək, bizim doğru variantımız, yəni əslində bunlar hamısı doğrudur. Burada səhv və cavab olaraq doğru olaraq Y variantıdır. Tak. Yenə də укажите ошибку. Kamenный, bir də kamenistый sözü var. Kamenный daşdan olan, materialı daşdan ola bilər. Kamenistый daşla əhatə olunmuş, daşlı deməkdir. Yəni daş yerə sərilmiş daşlıq ola bilər. Ona kamenistый deyilir. Bax, dom kamenный olmalıdır. Demək, bizim doğru cavabımızı birinci burada elə dedim mən. Ev daşdan ola bilər. Doğru cavabımız A variantıdır. Bu bununla uyğun gəlməlidir, bununla yox. Bax, bu dərə deməkdir. Правильно? Kamenistdir. Daşlı bir dərə ola bilər. Pustynya səhra deməkdir. Yəni daşlı bir səhra ola bilər. Fundament, daş fundament, daşdan olan fundament ola bilər. Сооружение də qurğudur. Kamenный. Понятно? Yəni daşdan olan bir qurğu. Demək, doğru variantımız oldu A variantı. Şestoy, 6-cı suala baxırıq. Yenə də укажите ошибку. Klasnaya sözü var, sinif. Bir də var klass və cəmiyyət. Bax, deyirik ki, cəmiyyətin klass və aparıcı bir qüvvəsi, sinif, fəhlə sinifi, например, belə bir söz deyirik. Komnata klasnaya ola bilər. Yəni, sinif otağı ola bilər. Demək, A variantı bizə lazım deyil. Borьба klassovaya ola bilər. Yəni, deyirik ki, mübarizə klassovaya ola bilər. Rukovodитель klassna ola bilər. Yəni, sinif rəhbəri ola bilər. Jurnal da klassna ola bilər. Yəni, sinif jurnalı. Amma cəmiyyət olaraq deyirik ki, bir cəmiyyət içərisində bir, yenə müəllimə sizə deyir, o klassovı, cəmiyyətə aid olan kütlə aydın oldu. Ona görə D variantı bizim üçün doğru bir variantdır. Седьмой. Укажите ошибку в выборе выделенного слова. Kojnaya sözü var, bir də kojnaya. Kojnaya dəri deməkdir. Kojnaya materialı dəridən olan. Məsələn, bolezn kojnaya ola bilər, dəri xəstəliyi. Kojnaya bolezn ola bilməz ki, dəridən olan xəstəlik ola bilməz ki. Kojnaya sözü materialı dəridən olan deməkdir. Divan kojnu olur. Bəli, divanın materialı dəridəndir. Sumka тоже kojnaya, правильно? Sıp səpki deməkdir. Kojnaya, dəri səpkisi ola bilər. Vraç necə dəridən ola bilər? Kojni vraç olur da, yəni dəri həkimi. Demək, doğru variantımız C variantıdır. Восьмой, yəni 8-ci sualımız. Укажите ошибку в выборе выделенного слова. Yenə də seçilmiş sözlərin də biz səhvi tapırıq. Maloponyatливый, az anlayışlı var. Biri var maloponyatный. Burada livy ilə, sonu livy ilə bitir. Bu ancaq canlıya aid ola bilir. Uçenik anlayışsız bir tələbə ola bilər. Anlayışı az olan ola bilər. Yazıq maloponyatный, yəni az başa düşülən. Zadание тоже cansız olduğuna görə. Особо da, yəni insan və insan xüsusiyyətini bildirən figura особо понятно. Burada требование demək tələb deməkdir. Bu cansızdır. Bu maloponyatный, yəni az anlayışlı bir tələb ola bilər. Demək, doğru variantımız C variantı olur. 9.
9-cu sual. Baxın, mastisti sözü var. Bir də var mastiti. Mastiti bacarıq, nüfuzlu, hörmətli deməkdir. Uçunu mastisti. Mastisti isə bilirsiniz necə? Adətən at üçün deyilir. Ən yaxşı. Məsələn, deyirik ki, biz mastisti çisti, хороший, например, mast deyirik biz ona. Ona görə mastisti isə təcrübəli, nüfuzlu deməkdir. Svetok mastisti, это правильно. Poet mastisti, yəni nüfuzlu bir şair ola bilir. Loşad mastisti çox, yəni deyirik ki, daha yaxşı, təmiz bir ad. Hudojnik mastisti, rəssam nüfuzlu ola bilir, hörmətli ola bilir. Demək, uçunu alim deməkdir. Bu mastiti sözündən uyğun gələcək. Bu sözlə uyğun gəlməlidir. Bizim səhv variantımız A variantındadır. Ona baxırıq. Yenə də укажите ошибку. Неудачливый, неудачный. İkisi də uğursuz deməkdir. Amma burada ливый ilə olur deyə. Bu ancaq canlıya aid ola bilir. Значит, elə doğru variantımız A variantı olacaq. Çünki student неудачный den ola bilir. Uğursuz bir gün. Amma bəxti gətirməyən bir tələbə deyirik də, belə uğursuz. Bu canlıya aid olduğuna görə A-nı götürürük. Bunların da izahını müəllimə istəyir. Baxın, vыбор cansızdır, неудачный. Seçim uğursuz bir. Год неудачный olacaq. Uğursuz bir il olacaq. Muzikant неудачливый, это правильно. Любовь неудачный olacaq. Cansızlar неудачный olur. Canlılar неудачливый. Bəzən bu canlı cansızla olanda tələbə üçün çox rahat olur. 11-ci sual, 11-ci вопрос. Укажите ошибку yenə də. Şutka обидчивая. Обидчивый küsəyəndir. Canlıya aid ola bilir. İnsana aid ola bilir. Canlıya aid ola bilir. Şutka обидная xətrə dəyən bir zarafat ola bilir. Canlı olduğuna görə ürək, bunu canlı kimi götürürük. Обидчивый, yəni küsəyən bir ürək ola bilir. Bu da doğrudur. Bax, slova обидные, xətrə dəyən sözlər ola bilir. Bax, замечание irad deməkdir. Обидное ola bilər. Çünki xətrə dəyən bir irad ola bilir. Amma человек обидчивый olmalıdır. Demək, doğru variantımız oldu bizim D variantı. 12-ci sualımıza baxırıq. Yenə də укажите ошибку. Ответная sözü var. Cavab olaraq. Bir də var ответственная. Baxın yenə də reç ответная olacaq, правильно? Вот, сотрудник, gəlin buradan baxaq. Məsuliyyətli bir əməkdaş deyirik. Ответственный сотрудник. Это plusdur, yəni doğrudur. Pismo ответный olacaq. Cavab məktubu deyirik biz ona. Redaktor ответственный, yəni məsuliyyətli redaktor ola bilir. Чувство, bax, reç ответная, nitq cavab olaraq bilir. Чувство da his də ответный olmalıdır. Demək, Y variantı səhv variantı. 13-cü sualımız. Steklianlı sözü var. Yəni materialı şüşədən olan. Bir də stekolni. Stekolni isə şüşə deməkdir. Zavod stekolni ola bilir. Şüşə zavodu deyirik biz. Pasuda steklianlıya, yəni qab-qacaq materialı şüşədən ola bilir. Laboratoriya stekolniya, конечно. Yəni laboratoriyamızda bizim olur, demək şüşə laboratoriyası. Tavar stekolni olacaq. Steklyanный tavar, to есть minutочку. Steklyanный tavar deyil, stekolni tavar olacaq. Yəni materialı şüşədən olan mallar deyirik, tavar. Вот так. Значит, правильный ответ, вариант D. Və 14-cü sualımıza keçid alırıq. Bugün mən 14 dənə qəbula düşə biləcək, qəbul tipli paronimlərin izahını sizin üçün verirəm. Payok, sıtni. Bax, sıtni sözü, əvvəlcə biz hökmən mötərizədə olan sözlərin mənasını bilməliyik. O mənanı biləndə tapa biləcəyik. Sıtı, tox deməkdir. Sıtni, doyumlu deməkdir. Payok, insana düşən bir pay. Sıtni, doyumlu ola bilir. Parin sıtı, tox oğlan deyə bilirik. Yeda sıtnaya, doyumlu bir yemək deyə bilirik. Koşka sıtaya, yəni tox pişik deyə bilirik. Kaşa sıtaya ola bilməz. Yəni tox kaşa yox, sıtnaya, doyumlu bir sıyıq deyirik. Значит, doğru variantımız olur Y variantı. Baxın, paronimləri sizin üçün asanlaşdırıb, sizin üçün izah etdim. Siz də çalışın, kommentariyada öz fikirlərinizi deyin. Mən sizə uyğun olaraq sizin üçün testlər izahını verim. Hər birinizə imtahanda uğurlar.